Salam, hər vaxtınız xeyir olsun. İzah edirəm sizə sabit cərəyan qanunları. Birincisi başlayaq görək cərəyan nədir? Cərəyan elektrik yüklərinin istiqamətlənmiş hərəkət etməsinin elektronlar mənfidirlər. Bunlar müsbət qütbə doğru istiqamətlənmiş bir hərəkət edəcəklər. Məsələn, elektronlar metal daxilində sərbəst hərəkət edirlər, yəni hərəsi bir istiqamətdə. Amma biz bunu elektrik sahəsinə gətirsək, onlar mənfi olduqlarına görə müsbət potensiala doğru hər biri eyni istiqamətdə hərəkət edəcək. Bu adlanır elektrik cərəyanı. Elektrik cərəyanı. Cərəyanın istiqamətini müsbətdən mənfiyə götürürsünüz. Cərəyanın istiqaməti müsbətdən mənfiyə, elektronların istiqaməti isə cərəyanın əksinə olur. Çünki işarəsi mənfidir. Cərəyan isə müsbətdən mənfiyə qəbul olunmuşdur. Amma müsbət bir yük olsa, məsələn, proton. Protonun yükü müsbət olduğuna görə o cərəyandan eyni istiqamətli götürüləcək. Daha sonra sizə verə bilər ki, cərəyanın istiqamətini və sizdən soruşa bilər ki, hansı nöqtədə potensial daha çoxdur. Cərəyan həmişə potensialın çoxundan azına doğru axır. Birinci nöqtə, ikinci nöqtə, üçüncü nöqtə. Elektrik sayəsində olduğu kimi F1 böyükdür F2-dən, o da böyükdür F3-dən. Bu belə uşaqlar. Ümumiyyətlə, cərəyan şiddəti nəyə deyilir? Naqilin en kəsiyindən vahid zamanda keçən yükün miqdarı ilə xarakteriz olunan fiziki kəmiyyətdir. Vahidi amperdir, beynəlxalq vahidlər sistemində əsas vahiddir. Cihazı isə ampermetrdir. Ampermetr mütləq dövrəyə ardıcıl birləşdirilir, dövrəyə birbaşa qoşmaq olmaz. Ardıcıl birləşdirilir, birbaşa qoşmaq olmaz. Çünki uşaqlar bunun müqaməti çox kiçikdir, dövrəyə birbaşa qoşsaz sıradan çıxacaq. Qısa qapanma baş verə bilər. Daha sonra uşaqlar bunun vahidini nəyə görə buradan çıxartmadım? Ona görə çıxartmadım ki, çünki cərəyan şiddəti əsas vahidi buradan çıxarmağımız düzgün olmaz. Amma buradan Q nəyə bərabərdir? Q bərabərdir I vurulsun T-yə. Buradan amma siz bilirsiniz ki, elektrik sahəsində keçmişdik. Yükün vahidi klondur. Və klonun yerinə demişdik ki, nə yazırıq? Cərəyan şiddətinin vahidi amperdir, zamansa vahidi saniyədir. Olacaq amper vurulsun saniyə. Amper vurulsun saniyə. Biz buna uşaqlardan asan deyirik. Aha. Bu belə. Elektrik yükünün vahidi bir də uşaqlar NY-dir. Deməli, NY-ni IT-yə bərabər etmək olar. Bizim keçdiyimiz mövzu sabit cərəyan qanunlarıdır. Yəni, I T-dən asılı deyil. Amma sizə I-nin T-dən asılılığını başqa cür verərsə və sizdən elektrik yükünü hesablamağınızı istəyirsə, məsələn, verə bilər bu formada, bu da uyğun gəlir nəyə? Düz bucağı, üç bucağa. Fiqurun sahəsi, baxın, fiqurun sahəsi. Qrafikin altına qalan fiqurun sahəsi sizə verəcək elektrik yükünü. S fiqur. Ümumiyyətlə, saxlayın ki, vurursunuzsa, biz onu müəllimlər dedi deməlidir, qaydada oxudunuz, oxumadınız, mütləq fiqurun sahəsi tapılmalıdır. Daha sonra uşaqlar gəlir naqilin müqaməti. Naqilin müqaməti R hərfini işarə olunur, cərəyana göstərilən əks təsirdir. Müqaməti olan naqil rezistor adlanır və rezistorun sxemlərdə işarəsi belədir. Müqamət nə deyilir? Naqilin uclarındakı gərginliyin cərəyan şiddətində ondan axan, məsələn, bura müsbətdir, bura mənfidir. Ondan axan cərəyan şiddətinə olan nisbəti, baxın, buradan cərəyan axır, ondan axan cərəyan olan nisbəti adlanır naqilin müqaməti. R bərabərdir, O bölünsün I-yə. Gəlin vahidinə baxaq. Vahidi, gərginliyin vahidi, unutmayın, voltdur, keçmişsiniz bunu elektrik bölməsindən. Xatırlatmaq üçün bura yazıram, A bərabər Q vur O. A işdir, Q elektrikdir, U isə gərginliyidir. Gərginliyin vahidi voltdur, cərəyan şiddətinin vahidi amper. Voltun yerinə joule bölünsün, klon yazırsınız. Joule böl klon. Amperdəki öz yerində. Deməli, bu sizə verəcək uşaqlar 1 ohmu. Deməli, müqamətin vahidi ohmdur. Müqamətli, cərəyan şiddətdə, gərginlikdə hər biri skalyar kəmiyyətdə, onsuz da vektorial kəmiyyətlər əzbərlənəcək kəmiyyətlərdir. Onları mütləq bilməlisiniz artıq. Müqavimət nə udan, nə yəni gərginlikdən, nə də cərəyan şiddətdən asılı deyil. Müqavimət bəs nədən asılı? Müqavimət naqilin növündən, rodan, naqilin uzunluğundan və en kəsiyinin sahəsindən. Sahənin yerinə unutmayaq, pi r kvadrat əgər dairə formalı bir naqildirsə, pi r kvadrat, pi d kvadrat bölünsün 4 yazıb hesablamalarımızı aparırıq. L naqilin uzunluğudur. S isə onun en kəsiyini, baxın, en kəsiyi hissəsi burada, en kəsiyinin sahəsi, rho isə onun növünü bildirir. Məsələn, naqillər bilirik, polad, mis, sonra qızıl naqillər olur. Ən çox istifadə olunur yüksək gərginlikdə polad naqillərdən. Bir də uşaqlar, yəqin ki, telefon zaryadkalarında, adapterlarında onların naqillərin uzunluğuna görə dəyişdiyini bilirsiniz. Məsələn, daha naqil nə qədər uzun olarsa, müqamət bir o qədər çox olur və ondan keçən cərəyan şiddətinə əks təsir göstərir. Sahəsi nə qədər böyük olarsa, müqamət kiçik olur, cərəyan şiddətinə əks təsiri azalır. Deməli, burada rho nədir? Rho xüsusi müqamətdir.
RS bölünsün L-ə bərabərdir. Vahidini çıxardaq. Müqavimətin vahidi ohm, sahənin vahidi metr kvadrat, uzunluğunsa vahidi metrdir. Buradan metrlərin biri getdi, qaldı 10 vurulsun metr. 10 vur metr. Müqavimət və xüsusi müqavimət. Bunlar temperaturdan asılıdırlar, amma necə asılıdırlar? O növbəti bölmənin mövzusudur. Amma yadda saxlayın ki, hər biri temperaturdan asılıdır. Xüsusi müqavimət növdən asılıdır, bir də temperaturdan asılıdır. Temperaturdan yenə deyirəm, müxtəlif cür asılıdır. Ona görə sizin məsələlərinizə gözləyirsiniz ki, temperatur sabit verib bu bölmənizdə. Yəni sizin hələ ki ondan işiniz yoxdur. Xüsusi müqavimət burada olan heç bir kəmiyyətdən, yəni Royce bölünsün heç birindən asılı deyil, yalnız növdən asılı dəyişməz. Amma müqaviməti isə növdən, naqilin uzunluğundan düz, en kəsin sayəsindən isə tərs mütənasib asılıdır. Aha, bir də uşaqlar sizə verə bilər ki, eyni kütləli naqillər ondan M-dən istifadə edirsiniz. M-in yerinə yazırsınız rho V, V-nin də yerinə yazacaqsınız. S vurulsun L. Bu nəyə görə verir sizə? Eyni material, eyni kütlədirsə, S-in L-dən asılılığını tapıb, aparıb müqavimətin düsturunda ifadəni yerinizə yazmaq üçün və buradan da gördüyümüz kimi sahə ilə naqilin uzunluğu tərs mütənasib asılı olmuş olacaq. Sonra gəlir ohm qanunu. Ohm qanunu. Aha, ohm qanunu nədir? Naqildən axan cəryan şiddəti onun üzərindəki gərginliyi ilə düz, müqaviməti ilə tərs mütənasib asılıdır. Bu sizdə dövrə hissəsi üçün verilmiş dövrə hissəsi üçün ohm qanunudur. I-U-dan düz, R-dən isə tərs mütənasib asılıdır. Bu oldu ohm qanunu. R-in də yerinə uşaqlar yaza bilərsiniz. Rho bölünsün S. S də qalxdı yuxarıya. Necə görürsünüzsə elə də asılıdır. Buradan gərginlik nəyə bərabərdir? Çarpaz vurursunuz, I vurulsun R-ə bərabərdir. Daha sonra uşaqlar sizə verilmiş dövrə hissəsi, verilmiş müqavimətli R bərabər konstant və s. bu tip cümlələr verilibsə, sizin onu istəyir ki, düsturda mütləq R olsun. Mütləq. İndi uşaqlar baxaq ardıcıl və paralel birləşməyə. Birinci gəlin cihazları deyim sizə, sonra keçək ardıcıl paralelə. Deməli, uşaqlar var qalvanik element. Bax, qalvanik element. Cəryan mənbəyi, yəni müsbət, mənfi. İş prinsipi kimyəvi reaksiyaya əsaslanır. Yəni orada kimyəvi reaksiya nəticəsində maddələrin parçalanması baş verir. Bu oldu qalvanik element. Sonra naqillərin birləşmə, naqillərin kəsişmə. Bunlar o qədər də vacib deyil, amma yenə də bilməz. Yəni bu sırf birləşmə kəsişmədən gedir sözü. Sonra elementlər bateriyası və ya akkumulyator. Bu çoxlu sayda müsbət və mənfidən ibarətdir. Müsbət uzun, mənfi isə qısa. Eynən qalvanik elementdə olduğu kimi akkumulyator. Daha sonra uşaqlar var. Közərmə lampası. Baxın belə lampa. Daha sonra uşaqlar var. Deməli, ampermetr, cəryan şiddəti ölçülür, dedik ardıza birləşir, var voltmetr dövrəyə paralel birləşir, birbaşa qoşmaq olar. Çünki müqaviməti kəskin böyükdür. Olar. Daha sonra var elektrik mühərriki. Bu ampermetr və voltmetrin iş prinsiplərini inşallah ki, maqnit bölməsində keçəcək. İş prinsipləri maqnit qüvvəsinin cəryanlı çərçivə göstərdiyi yönəldici təsir əsaslar o növbəti bölmədədir. Sonra var uşaqlar açar. Bu açardır. Açarın açıq vəziyyəti. Açar qapalı olarsa belə də çəkib birləşdirə bilər və ümumiyyətlə düz naqil də verə bilər. Fərqi yoxdur. Əsas ki, oradan naqil bir-birindən ayrılmayıb. Daha sonra var zəng, elektrik zəngi. Baxın, belə bir göbəliyə oxşuyur daha doğrusu. Baxın, burası belədir. Bu oldu elektrik zəngi. Var sabit tutumlu kondensator, müsbət, mənfi. Bir də var dəyişən tutumlu kondensator. Dəyişən tutumlu kondensator üzərində ox işarəsi olur. Rezistor, müqaviməti olan naqil. Var riyastat. Riyastat haqqında ətraflı danışacağım. Ampermetrlə deməli ölçülür, cəryan şiddəti ölçülür. Amma riyastatla isə tənzimlənir. Riyastatın iş prinsipi müqavimətin naqilin uzunluğundan asılına əsaslanır. Uzunluq artırsa müqavimət də artır, amma ohm qanununa görə müqavimət artdığından cəryan şiddəti azalacaq. Və naqilin uzunluğu dediyini nəzərdə tutur. Ox işarəsindən sonraki hissədən gedir söhbət. Əvvəlki hissə artıq bizə maraqlı deyil. Bizə lazımdır ox işarəsinin əvvəlki hissə, sonraki hissə. Məsələn, tutaq ki, burada ox işarəsi buradadır. Cəryan bu hissədən, bu uzunluqdan keçir. Yox, biz ox işarəsini sürüşdürsək.
Sürüşdürüb gətirdim, qoydum, baxın bura. Bax, biz dedik ki, oxşarsan sonraki hissə lazım. Mütləq müsbət mənfiyə fikir verməlisən, o başqa məsələ. Deməli, baxın, hissəni yenə də kiçiltdik. Uzunluq azaldığına görə müqavimət azalacaq, cəryan şiddəti artacaq. Aha. Daha sonra görək neçə dənə cihaz haqqında yazdım. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15. Aha, var uşaqlar sıxacılar. Baxın, var sıxacılar. Müsbət, mənfi. Üstünə xəttə çəkə bilər. Baxın, bu da oldu sıxacılar, hansı ki, dövrə elementlərini bura birləşdiririk. Düşünürəm ki, kifayət eləyir. Daha sonra uşaqlar, başlayaq. Deməli, danışaq nədən? Birləşmələrdən. Ardıcıl və paralel birləşmədən. Birləşmə. Bir də uşaqlar, qızdırıcı element. Baxın, elə bilin ki, atopliniyə oxşuyur. Qızdırıcı element. Bir də ki, əriyən qoruyucu, onları unutmuşdum. Əriyən qoruyucu. Əriyən qoruyucu nədir? Dövrdə cəryan şiddəti kəskin artanda, baxın, bu hissəsində olan naqil çox nazikdir. Qızır və dövrəni hissədən ayırır. Yəni, qızıb əriyir bu hissə, dövrəni hissədən ayırır. Mənbədən ayırır. Ardıcıl və paralel birləşmə. Birincisi, başlayaq ardıcıl birləşmə ilə. Ardıcıl birləşmədə uşaqlar, rezistorlar bir-birinin ardıca birləşdirilir. Tutaq ki, 1, bu da olsun R2. Bundan axan cəryan sabitdir. I1 bərabərdir 2 və bu ümumi cəryan şiddətinə bərabərdir. Ümumi cəryan şiddətinə bərabərdir. Gərginlik isə ayrı-ayrı gərginliklərin cəminə bərabərdir. Bəs gərginlik necə bölünür? O bərabər I vur R olduğundan gərginlik düz asılı olaraq bölünmüş olacaq, paylanmış olacaq. R1 bölünsün R2. Daha sonra baxın, ampermetri dövrəyə ardıca birləşdirir. Voltmetr isə baxır nəyi ölçür? Əgər R1-i ölçürsə, baxın, voltmetr 1, R2-ni ölçürsə, onu da buradan çəkəcəm, voltmetr 2. Yox, ikisini də ölçürsə, əgər uşaqlar, ikisini də ölçürsə, baxın, onu da ikisinə də birləşdirəm və necə birləşdirəm? Paralel. Buna da yazaq V. Burada V uşaqlar, buradakı V. Yəni, U bərabərdir O1 ilə O2-nin cəminə. Unutmayın. Yazmışam burada. Yenə də yazdım ki, biləsiniz, həmin voltmetr ikisinin cəminə bərabərdir. Və əgər bu sabit gərginlik mənbəyinə qoşulubsa, mövzumuz da odur. O, əgər konstantsa, sabit gərginlik mənbəyinə qoşulubsa, bu cəm həmişə sabit qalmalıdır. Cəmin də sabit qalması üçün dövrədə əgər voltmetrlərdən birinin göstərişi artıbsa, digəri mütləq azalmalıdır. Söhbət ardıcıl birləşmədən gedir. Daha sonra uşaqlar, bəs görək, ardıcıl birləşmədə R ardıcıl nəyə bərabərdir? Deməli, U ümuminin yerini yazırıq. I ümumi vurulsun R ardıcıl. Bərabərdir. U1-in yerini yazırıq. I1. R1 üstə gəlinsin. I2, R2. İlər eyni olduğuna görə hər yerdən ilər gedir. İlərimiz getmiş olacaq. İlər getdi. Nə qaldı? Qaldı ki, deməli, R ardıcıl bərabərdir. R1 üstə gəl R2. Yəni, ardıcıl birləşmə zamanı bütün müqavimətlər nə olacaq? Cəmlənəcək. Əgər n sayda eyni müqavimət naqildirsə, R ardıcıl bərabər olacaq. R vurulsun n-ə. Bu belə uşaqlar. Daha sonra paralel birləşməyə baxaq. Paralel birləşmə. Paralel birləşmədə dövrə yenə deyirəm, budaqlanır və rezistorlar bir-birlərinə paralel birləşirlər. R1, R2. Mütləq uşaqlar bunlara düşən gərginlik kondensatorlarda olduğu kimi bərabər olacaq. Sabit gərginlik mənbəyidir bura. Deməli, O1 bərabərdir O2. Məsələn, dövrəyə ümumiyyətlə 30 volt gərginlik verib. Sizdən soruşacaq ki, R1 və R2 nə qədər gərginlik düşür? Elə hər birinə 30 voltda oturub bunları cəmləyib toplayıb çıxmırsınız. Ümumi cəryan şiddəti isə, ümumi cəryan şiddəti ayrı-ayrı cəryan şiddətlərinin cəminə bərabərdir. Bəs necə? I bərabər O bölür. Düsturuna əsasən I1 bölünsün I2 bərabərdir R2 böl R1 olaraq paylanmış olacaq. Məsələn, tutaq ki, bunun müqaviməti olsun 2 ohm. Bir saniyə. 2 ohm. Aşağıdakı müqavimət olsun 3 ohm. Tutaq ki, buradan gəlir 5-i cəryan şiddəti. Bu 5-inin 3-isi gedəcək müqaviməti kiçik olana. 2-isi isə gedəcək müqaviməti böyük olana. Baxın, belə paylanmış olacaq. Əgər R sayda n sayda eyni müqavimətdə naqil olarsa, R paralel bərabər olacaq. R böl n-ə. Bəs düsturumuz nədir? Düsturumuzu uşaqlar I ümuminin yerinə yazırıq. U ümumi
bölünsün R paralel bərabərdir. 1 bölün, deməli o ümumi bölünsün I1-in yerinə yazıram R1. Üstə gəlinsin, lap bunu I1 yazaq, O1 yazaq. Bunu yazaq O1. O1 bölünsün R1, O2 bölünsün R2. İ'lər eyni, U'lar eyni olduğuna görə. İ'lər eyni, U'lar eyni olduğuna görə U'lar getdi. Nə qaldı? 1 bölünsün R paralel bərabərdir. 1 böl R1 üstə gəlinsin 1 böl R2 və insayda bu belə davam edir. 1 böl R'in. Unutmayın, siz tapırsınız 1 böl R paraleli sonda çevirmək lazımdır. Əgər 2 dənə olarsa R paralel bərabərdir. R1 üstə gəlinsin, üzr istəyirəm. R1 vurulsun. R2 bölünsün, R1 üstə gəlinsin, R2'ye bərabər olmuş olar. N saydan da tələsib öncədən dedim. R bölünsün, N olmuş olacaq. Bu belə olar. Deməli, ardıcılda I sabitdir, paraleldə U sabitdir. Sabit olanları heç vaxt toplayıb çıxmırsınız. Daha sonra uşaqlar, Joule-Lenz qanunu. Joule-Lenz qanunu. Joule-Lenz qanunu nədir uşaqlar? Elektrik yükləri naqilin bir ucundan digər ucuna hərəkət etdikdə iş görürlər. Həmin işdə enerjini saxlama qanununa görə çevriləcək istiliyə. Deməli, burada istilik Joule-Lenz istiliyə adları və qanunumuzdakı Joule-Lenz qanunudur. İşin düsturu Q vurulsun O idi. Aha, bunu bildik. Q vur onu bildik. Bəs başqa nə yazacaq? O'nun Q'nun yerinə ET, O'nun da yerinə IR ifadələrindən istifadə edək. Deməli, nə alarıq uşaqlar? A bərabər Q'yə, o da bərabər QU. Q'nun yerinə it yazsaq, bax, bu düstur əzbər bilməsi IUT. Onun yerinə IR yazsaq, olacaq I kvadrat RT. Bir də ki, i'nin yerinə U bölər yazsaq, olacaq U kvadrat bölər vurulsun T. Əzbər bilməsi mütləq bunları. Sonra bir də var güc. Güc P hərfinə işar olunur, işin zamana nisbətidir. Yəni, burada verilən düsturları T'yə bölsəz, alacaqsınız güc. Ona görə də T'ləri heç birində yazmıram. IU, I kvadrat R, bir də ki, U kvadrat bölünsün R. İşin istek miqdarının vahidi joule, gücünsə vahidi wattdır. Joule'un yerini nə yaza bilərik? Gəlin baxaq. Joule'un yerini yaza bilərəm. Baxın bu düsturdan. Kulon vurulsun volt. Kulon vur volt. Növbəti ifadədən nə yaza bilərəm? IUT-dən i'nin vahidi amperdir, O'nun vahidi voltdur, T'nin də vahidi saniyədir. Amper vur volt vur saniyə. Növbəti ifadədən amper kvadrat vurulsun ohm vur saniyə. Növbəti ifadədən volt kvadrat böl ohm vur saniyə. Bəs bunları oturub əzbərləyəcəksiniz? Xeyr. Düsturu bilirsənsə, oradan özün düstur vahidini yazacaqsan. Nəyə görə bu vahidləri yazdım? Çünki məsələləriniz doludur. Watt da ilə bunun kimi sadəcə saniyələrsiz. Amper vur volt, amper kvadrat vur ohm, volt kvadrat bölünsün R. İndi uşaqlar nəyə fikir verməlisiniz? Ardıcılı demişdik I sabitdir, paraleldəsə U sabitdir. Deyəcələrim hər birinə aiddir. Ardıcılda I sabit olduğuna görə mütləq düsturunuzda R olmalıdır, o heç. Ardıcılda I sabit olduğuna görə həm istilik miqdarında, həm də gücdə I kvadrat R düsturundan ardıcıl. Ardıcıl. Paraleldəsə U kvadrat böl R, T bir də U kvadrat böl R. Bu isə paraleldədir. Paralel. Unutmayın. Paraleldə U sabitdir olan düstur. Ardıcılda I sabitdir, I olan düstur. Bu nəyə lazımdır? Bu ona lazımdır ki, asılılığına baxmaq üçün. I sabitdirsə, istilik miqdarı və güc R-dən düz, U sabitdirsə R-dən tərs asılıdır və ya R-in sabit qiymətində I-dən də U-dan da kvadratik düz mütənasib asılıdır. Bu belə uşaqlar, bu dövrə hissəsi bir də var. Qapalı dövrə. Qapalı və ya tam dövrə. Və ya tam dövrə hissəsi üçün ohm qanunu. Aha, diqqətli olun və qarışdırmayın. Deməli, dövrə hissəsi üçün ohm qanunuz buydu. O bilir. I-U-dan düz, R-dənsə tərs mütənasib asılıdır. Bunu unutmayaq, bu sadə bir şey. Tam dövrə hissəsində ohm qanununda qapalı trayektoriya boyunca hərəkət edir və biz də demişdik ki, qapalı trayektoriya boyunca elektrik sahəsində görülən iş sıfırdır. Deməli, burada işi elektrik sahəsi özü yox, yəni yükün özü yox, xarici bir qüvvə görür. Həmin o xarici qüvvələrin gördüyü işin yükün miqdarına olan nisbəti adlanır elektrik hərəkət qüvvəsi EHQ və ya sadəli üçün epsilon yaza bilərsiniz. Baxın, A bərabər, burada Q uydu. Eyni ifadədir. Bu elektrik sahəsində yükün gördüyü işdir. Nisbət bizə verəcək gərginliyi, digərsə xarici qüvvələrin gördüyü işdə verəcək EHQ-nı. Deməli, elə EHQ-nın da vahidi volta bərabərdir.
Tam dövr hissəsi üçün ohm qanunu uşaqlar, baxın belə ifadə olunacaq. EHQ bölünsün R üstə gəl R. EHQ, baxın, sizə belə bir şey verəcək. Bu EHQ-dır. Yəni artıq bura U yazmır. U yazdığı dövrələrə sadəcə bir kiçik belə müsbət mənfi qoyur. Amma buradasa qalvanik elementi şəkil çəkir. Bir də bura R yazır. R bu mənbənin müqaməti. Ona deyirik daxili müqamət. Böyük R uşaqlar xarici dövrənin müqaməti. Məsələn, soyuducu birləşdirmişsiniz, televizor birləşdirmişsiniz, yəni xaricdən qoşulan bir şeydir dövrəyə. Odur. Aha. Ampermetr cihazımız. Cihazımıza da bir dənə voltmetr birləşdirək. Voltmetri burada birləşdirə bilərsiniz uşaqlar. İndi EHQ-ya da birləşdirib izah edəcəm sizə. Bu oldu deməli i-nin düsturu. Buradan i r-dən necə asılıdır? I r-dən üzr istəyirəm, tərs mütənasibəsidir, amma hansısa nöqtədən tərsdir. Və o həmin o hansısa nöqtə mütləq bilməsiz qısa qapanma cəryan şiddətini bildirir. Onun da düsturunu yazım, indi onu ifadə edəcəm ki, nə deməkdir. Uşaqlar, onun düsturu dediyi i vur r-dir. Burada i-nin yerinə yazdığımız ifadəni yazaq. Belə olacaq. EHQ bölünsün, r üstə gəl r vur r. Nə yadda saxlayaq? Bu r-lər haqqında məlumat. Bu tam müqamətdir. Bu r isə voltmetr nəyə birləşibsə, həmin dövrənin müqamətidir. Onu unutmayın. Eyni də ola bilər bunlar. Fərqli də ola bilər. Yəni dövrədə bir dənə rezistor varsa və voltmetr varsa, o mütləq ki, R ölçür. Hər yerdə R olacaq. Zaten bir dənədir. Yox, bir neçə olarsa, baxırsınız ki, voltmetr nəyə birləşib? Tama birləşibsə, hər ikisini tam yazacaqsınız. Yox, yalnız birinə birləşib və başqa rezistorlar da varsa, burada R tam üstə gəlir. Bir də ki, yuxarıda isə vur R isə olacaq uşaqlar. Deməli, sizdə dövrədə hansı cihazı qoşulubsa, həmin dövrəyə düşən gərginliyin müqaməti. İndi o bəs yerdən necə asılıdır? Uşaqlar, o yerdən kök altı kimi düz asılı olacaq. Baxın, belə. Belə. Və burada uşaqlar, bir də saniyə, bu sıfırdan başlayırsınız. Baxın, belə. Bu qiymət, bu maksimal qiymət sizə verəcək EHQ-nı. İndi uşaqlar, bir də saniyə. Buradan EHQ nəyə bərabərdir? I vurulsun. EHQ bərabərdir. I vurulsun R üstə gəlinsin R. Ötərizan atsaq R üstə gəl yer olar. Yəni I vurulsun böyük R üstə gəlinsin I vurulsun kiçik yer olacaq. Və biz də dedik ki, I vurulsun böyük R bizə O-nu verir. Buradan da onda O nəyə bərabər olur? EHQ çıxılsın I R. Baxın, bir də bu düstur. Bir bu düstur. Bir buradakı düstur. Baxın bu. Bir də bu düstur. Əzbər. İndi görək bu qrafikdən U i-dən necə asılıdır? U i-dən təbii ki, xətti asılıda azalan funksiyadır. I-dən xətti asılıda azalan funksiyadır. U-nun maksimal qiyməti yenilirəm EHQ-nı. I-nin isə maksimal qiyməti X-a qapanmanı verir. İndi X-a qapanma nədir? Qısa qapanma odur ki, dövrədə müqavimət çox kiçik olarsa, onda qısa qapanma baş verir və R-in yerinə 0 yazsaq, baxın bu ifadədə. Bu ifadədə R-in yerinə 0 yazsaq, düstur belə olacaq. EHQ bölünsün, kiçik yer. Bu qısa qapanmanın düsturudur. Sizə məsələdə cəryan şiddəti yaza bilər. Qısa qapanma cəryan şiddəti yaza bilər. Cəryan şiddətini yazıbsa, bu düsturu yazırsınız. Qısa qapanmadan çəkibsə bunu, yox ikisində çəkibsə, iki düsturda yazırsınız. Mütləq ki, birində nəsə tapıb, o birisini yerinə qoyacaqsınız. Bir də uşaqlar, sizə müqaviməti sonsuz böyük verə bilər. Bu dövrə açıq sayılır və onda I0 olur. O da ki, EHQ-ya bərabər olur. Deməli, uşaqlar, gəlin belə bir dövrə çəkək. EHQ-lı dövrə çəkək. Bu müsbət, bu mənfi. Bura bir voltmetr birləşdirək. Voltmetr birləşdirdik, bir rezistor birləşdirək. Ampermetrimizi də ataq bura. Bu dövrəni açıq qoyaq. Deməli, əgər dövrə hissəsi açıqdırsa, açıq sözlə də verə bilər, şəkillə də U bərabərdir EHQ-ya. Yox, əgər dövrə hissəsi qapalıdırsa, U bərabər EHQ bölünsün, R üstə gəl, R vurulsun, R ifadəsindən istifadə edirsiniz. Baxın, bu R-ə düşən gərginliyi ölçür. Açıqdırsa EHQ-nın, qapalıdırsa bu ifadə. Daha sonra uşaqlar, faydalı şəmsalın düsturunu da yazın, bir neçə nümunə verəcəm. Faydalı şəmsalın düsturu, deməli, U bölünsün, U bölünsün, EHQ vurulsun 100, R bölünsün, R üstə gəl R, vurulsun 100. Bir də uşaqlar, məsələlərdə nisbətdən istifadə edirsə, hansı nisbətdə U bölü EHQ bərabər R üstə gəl, R bölünsün, R üstə gəlir. Burada uşaqlar, kiçik yerdir. R üstə gəl R. R üstə gəl R. Bir də ki,
i bölünsün. Düzü mən nisbətləri xoşlamıram. Ən yaxşı düsturunuzu yazın çıxardım. Belə şeyləri heç sevmirəm. Amma yenə də elə uşaqlar olur ki, belə şeylər daha çox sevirlər, əzbərləyirlər. Əsas odur ki, düsturunuzu yazın. Onsuz da burada i vurulsun idi. Burada da i vurdu. İ'lər ixtisar gedib bu nəticəni alırıq. Burada da həmçinin ehiqə bölünsün biri. Erdi, bir də ehiqə bölürsə gəlirdi. Ehiqlər gedir. Bir də ki, uşaqlar dövrəyi nəsə birləşdirirsə, onun ehiqəsi ilə işiniz yoxdur. Ehiqə heç vaxt dəyişməyəcək. Yəni bir ehiqimiz varsa, bir galvanik elementimiz varsa, o dəyişmir. Ehiqə 1, ehiqə 2 yazmırsınız. Ehiqini sabit götürüb hesablayırsınız. Aha, gəlin bir neçə nümunəyə baxaq. Deməli sizə verib ampermetr. Buna birləşdirib rezistor paralel. Və deyir ki, ampermetrin göstərişin tab və ya nə bilim müqamətin ölçüsün nəsə sizdən soruşur. Bu dövrə yanlış dövrədir. Nəyə görə? Çünki ampermetr dövrəyə paralel birləşib. Nəyə görə yanlış dövrədir? Ona görə yanlış dövrədir ki, burada uşaqlar cəryan həmişə müqaməti kiçik olan yerdən keçir. Ampermetr də ki, boş bir naqil kimdir. Çünki onun müqaməti çox kiçikdir. Voltmetri birdən paralel ardısa birləşdirsə nə baş verər? Voltmetri ardısa birləşdirsə, voltmetrin də müqamətin o qədər böyük düzəldirlər ki, oradan cəryan keçmir. Dövrə hissəsi açıq sayılır. Açıq. Ampermetr olan yer boş naqil sayılır, oradan cəryan keçir. Voltmetr qoşulan yer isə dövrədə açıq sayılır. Bu birləşmələr səhvdir. Ona görə olmaz. Mütləq ampermetri dövrəyə ardıcıl, voltmetr isə paralel birləşdirmək lazımdır. Daha sonra uşaqlar hansı tip məsələlər sizin qarşınıza çıxacaq? R1, R2. Məsələn, bura bir ampermetri qoyub, buradan tutaq keçir 3 volt gərginlik. R1-in göstərişi olsun R, R2-in göstərişi olsun, qiymət olsun 2R. Tutaq ki, burada bir açar qoyub. Açar qoyub. Sizə deyir ki, açarı qapadıqda nə baş verir? Açar qapadıqda yazıbsa, siz birinci açıq ala baxırsınız. Açıq al. Birinci. Gəlin baxaq. Açıq halda cəryan müsbətdən gəldi. Müsbətdən gəldi. Gəldi R1-dən keçdi. R2-dən də keçdi. Açar açıqda işləmir, oradan keçmir. Aha. Deməli, birinci halda ümumi müqavimət 3R-dir. Lap yaxşı. İkinci halda açar qapırıqsa, bunun əvvəlki mövzuda demişdim. Cəryan gəldi. Bura gör ki, burada boş naqil var. Elə boş naqildən çıxıb gedir, R2 işləmir. Deməli, ikinci halda R ümumi 2. Yalnız bir dənə baxın, bu R işlədiyinə görə R-ə bərabər oldu. Sizdən soruşa bilər ki, birinci və ikinci müqavimətlərə düşən gərginlik necə dəyişdi? Birinci halda əgər 3 volt gərginlik var idisə, bunun 1 voltu R1-ə getmişdi, düzəsi olaraq 2 voltu da R2-yə getmişdi. Birinci halda belə idi. İkinci halda nə baş verdi? Dövrə qapandığına görə R2 işləmədiyindən bütün gərginliyin hamısı hara getdi? R1-ə, yəni 1 volt idi, oldu 3 volt. Bütün gərginlik getməlidə hansısa cihazı onda o 3 volt. Deməli, birinci müqavimətin, yəni laparo voltmetri birləşdirsəydi, o gərginlik artıb 3 dəfə. Bəs cəryan şiddəti nə oldu? I bərabər O bölü R-dir. R, baxın, 3R idi, oldu R. R necə dəyişdi? 3 dəfə azaldı. I isə R-dən tərs asılı olduğuna görə o 3 dəfə artacaq. Deməli, voltmetr və ampermetr ikisinin də göstərişi 3 dəfə artır. Başqa sizdən nə soruşa bilər? Dövrəyə reostat birləşdirə bilər. Bir də rezistor birləşdirə bilər. Hər birinə voltmetr. Hər birinə voltmetr birləşdirək. Deməli, voltmetr 2. Burada bir ampermetr birləşdirək. Müsbət, mənfi. Aha, cəryan müsbətdən çıxdı, gəldi. Ox işarəsinə düşdü. Ox işarəsindən sonra keçsə işlədi. Gəldi, bu naqildən də keçdi, getdi. Nə baş verəcək? Tutaq ki, sizə deyir ki, reosatın sürgüsünü sağa sürüşdür. Sağa sürüşdürdük. Sağa sürüşdürəndə baxın, artıq naqilin uzunluğunu azaltdıq. Həmişə ox işarəsindən keçinsi lazım. Deməli, reostatın uzunluğu azaldığına görə onun müqaviməti də azalacaq. Müqavimət azaldığına görə, baxın, dövrədən axan ümumi digərini silinməmiş, o dəyişmir. Dövrədən axan ümumi cəryan şiddəti də R ümumi. Arıza birləşmə dəyərlər toplanırdı, axı bir azaldığına görə ümumicəm azaldı. Bu azaldığına görə cəryan şiddəti artacaq. Cəryan şiddəti artdı. Buradakı V2 voltmetri. R dəyişməmişdi. V2 voltmetri nəyə bərabərdir? U2 bərabərdir ümumi I. Çünki ardıcıldı, vurulsun elə R2. R2 dəyişməyib, dəyişən I ümumidir. O da artdığına görə V2 voltmetrin göstərişi artacaq. V2 artdığına görə ümumi gərginliyin sabit qalması üçün V1 azalacaq. Həmişə birinə artar, digərinə nə yazırsınız? Azalar yazırsınız. Daha sonra uşaqlar. Başqa nə nümunə deyəksə,
Bir də baxın, sizə belə üçbucaq formalı naqil verə bilər, dairə formalı naqil verə bilər. Onda nə edirsiniz? Məsələn, bunu dövrəyə birləşdirib bir buradan, bir də buradan. Bura müsbət, burada mənfi qoyduq. İsə deyir ki, məsələn, i2-nin i1-ə nisbətində bərabər tərəfli üçbucaq olsun. A, i2. Burada cəryan həm müsbətdən gedib, bu hissədən keçib, 1A-dan keçir, bir də 2A-dan keçib gedir. Deməli, L1 olsun A, L2 də olsun 2A. Onda i2 böl i1 istəyirsə əgər sizdən, i2 bölünsün i1, o da bərabər olacaq L1 böl L2. Nəyə görə belə tərs olur? Çünki R rol bölünsün S-dir, i də ki, o bölünsün R-dir. R-in yerinə rol böl S yazsaq, rol bölünsün S. Görərik ki, i L-dən tərs mütənasib asılıdır. Deməli, i-nin L-dən asılığını tərs baxırıq. Bu belə. Daha sonra tutaq ki, sizə naqil verib, dairə formal naqil, onu 4 yerə belə ayırmışıq və buradan birləşdirmişik. Uşaqlar, baxın, bu yenə 4 yerə böldük, hər biri 90 dərəcədə, hər birinin uzunluğuna A deyək. Aha. Deməli, uşaqlar, bu hissədə nə baş verir? Baxın, bu A, bu A. Digər A-ların hər birinə paralel birləşib. Yəni, bu A ilə digər 3A bir-birinə paraleldir. Hər birinin müqaməti R olarsa, bura R, burada olacaq 3R. Bunlar bir-birlərinə paraleldir. Ümumi müqaməti istəsə, R vurulsun 3R, bölünsün, R üstə gəlinsin, 3R yazmış olacaqsınız. Və sizdən i-nin müqayisəsini istəsə, yenə məsələn bu hissə birinci olsun, digər hissə də ikinci olsun. i1-in i2-yə bərabərdir. Bura 1, burada 2. Tərsini yazmalıyıq da L2-nin L1-ə. Yəni, 3A-nın, bura 2 idi, A-nın 3A-ya nisbəti. Baxın, bu belə. Dərəcə ilə də verə bilərsə, fərqi yoxdur. Bir də uşaqlar, yenə hərfləmə metodu var. Hərfləmə metodunda da gəlin belə bir şey deyək. Bura rezistor birləşdirib, buna ampermetr birləşdirib. Daha sonra burada bir voltmetriniz var. Burada yenə bir R var. Bunu birləşdirib bura. Burada da gəlin belə eləyək. Bir R bura birləşdirsin. Bir R də bura birləşdirsin. Düzü bunu hərfləmə ilə deməyəcəm, başqa bir qayda deyəcəm uşaqlar. Məsələn, bunu hərfləmək istəyirsinizsə, burada tutaq ki, A yazdıq. Bu A gəldi bura. Voltmetrdən hərf keçmir uşaqlar. Voltmetrdən hərf keçməz. Ümumiyyətlə, bu hissədən cəryan keçmir. Aşağıdakı yer işləməz. Daha sonra bura bir B deyək. Bu hissədə bir B deyək. B də gəldi bura, bura və bura. B buradan burada keçmir. Bəs bura başqa hərf qoymağa ehtiyac varmı uşaqlar? Burada başqa bir cihaz var ki, aralıqda. Yoxdur. Nəyə görə? Ampermetrə boş bir naqil kimi baxırsınız. Nə görürük? Bu R bölünsün 2 ilə, paraleldə R bölü 2 ilə ardıcıl birləşib sadəcə. Onda dövrənin ümumi müqaməti olacaq. R üstə gəlinsin, R bölünsün 2. 3R bölünsün 2 olmuş olacaq. Yəni, yadda saxlayın, hərfləmə metodunda ampermetrdən cəryan keçir, voltmetrdən cəryan keçmir. Həmin sümmetr işləmir. Voltmetr işləyir, voltmetrin göstərişi var. Voltmetr buradakı potensiallar fərqini ölçür. Burada bir-iki məsələ var, gəlin onlara baxaq. Güvən nəşriyyatından da. Deməli, sizdən soruşur C və D hissələrindəki potensial fərqi və ya gərginliyi. Deməli, buradakı potensial fərqi tapmaq üçün nə etmək lazımdır? Birincisi, gəlin cəryan şəddini tapaq. Ümumi dövrənin gərginliyi 40 voltdur, A ilə B. Ümumi cəryan şəddini tapaq. Deməli, ümumi cəryan şəddini tapmaq üçün birincisi, bunlar ardıcıldır. Topladınız oldu 10. Bu da ardıcıldır, oldu 10. Amma bir-birlərinə paraleldir. 10-dan 2 dənədir. Sayına bölürsünüz, 10 bölü 2 oldu 5 10. Deməli, dövrənin ümumi müqaməti 5 ohmdur. Cəryan şəddini tapmaq üçün də ümumini tapmaq üçün nə edirsiniz? O ümumini bölürsünüz R ümumiyə. Deməli, 40 bölünsün 5 ohm olacaq 8 amper. Deməli, 8 amper cəryan şəddi axır. Hər qolda 10 ohm olduğuna görə hər qoldan 4 amper cəryan keçəcək. 4 amper. Buradan da bu hissədən də 4 amper. Deməli, C-yə çatanda buranın gərginliyi I bərabər U bölünsün R idi. U da bərabər nəyə? I-yerə. 4 vur 6-dan C olacaq 24. 24. Bir də saniyə uşaqlar. Deməli, buradan yazıram. Fc bərabər 24. D nöqtəsində isə 4 vurulsun 4-dən 16. Sizdən bu nöqtə arasında gərginlik istəyirsə, Fc çıxılsın Fd, yəni 24 çıxılsın 16, 8 volt olmuş olacaq. Bir də burada bir məsələ var idi, ona baxaq. Məsələn, bu məsələdə sizdən deyir ki, bu lampalardan hansı daha parlaq yanar? Parlaq yanar deyirsə, P-yə baxırsınız. P bərabər U kvadrat bölünsün yerdə. Bu dövrə ilə, baxın bu iki dənəsi ilə, bu
Bu üçü bir-birinə paralel birləşib. Yəni onları eynidir. Baxmaq lazımdır yerə. Gücdəki yerdən tərs asılıdır. Burada 2 erdir, buradasa 3 erdir. Müqavimət harda daha kiçikdirsə, orada daha parlaq yanar. Deməli 1 və 5-də, 1 və 5 ikisində də eyni cür parlaq yanar. Çünki erləri də eynidir. Daha sonra uşaqlar, burada görək başqa nə məsələ var? Məsələn 4. Hansı müqavimətdə vahid zamanda ən çox istek miqdarı ayrılır? Baxaq. R1-i verib 2, buraya yazaq 2. R2-ni verib 8, R3-ü verib 4, R6-nı da verib, R4-ü də verib 6. Baxaq uşaqlar. Burada da 10 ohmdur, burada da 10 ohmdur. Nəyə görə elə baxıram? Birinci sadəlik üçün baxmaz ki, görək gərginliklə gedim yoxsa cəryan şəklindən. Təbii ki, ümumilikdə qola düşən gərginliklər, yəni baxın, bu ucdan bu uca ikisinə bir yerdə düşən gərginlik, bu ikisinə bir yerdə düşən gərginlik bərabərdir. Amma ayrı-ayrılıqda baxsaq bərabər olmayacaq. Amma ilər eyni olacaq. Necə eyni olacaq? Çünki burada da 10 ohmdur, burada da 10 ohmdur. Deməli, hər qoldan keçən eynidir. Eynidirsə lap yaxşı. Ona görə künni yazırsınız. I kvadrat RT ilə. R ilə düz asılı götürsünüz. Daha çox istek miqdarı ayrılar. Hansının R daha böyükdür? İkinci. İkinci daha çox istek miqdarı ayrılar. Bu belə. Daha sonra uşaqlar. Bir də biz bilirik ki, i-nin t-dən asılı sabit cəryan qanunları olduğuna görə düz asılıdır. Yox, əgərsə bunu xətti asılıq kimi veribsə, i-nin t-dən və gücün t-dən asılığını soruşsa, birinci gücün düsturu i kvadrat vurulsun r-də. Sizdən əgər gücün asılığını soruşursa, verilən bu qrafik uyğun tənliyi yazırsınız. i bərabərdir, hər hansı sabit vurulsun t. Bu kt-ni gətirib atırsınız bura. Bu uşaq, məsələn, y bərabər necə kx yazırsınız. Bu həmin k-dır. Funksiya yazırsınız özünüzdən. O həmin kt-ni gətirib yazırsınız bura. Belə olacaq deməli düsturunuz. i-nin yerinə kt yazsaz k kvadrat t kvadrat vurulsun r. Görəcəksiniz ki, güc də zamanla parabolikası olmuş olacaq. P də t-dən parabolikası olmuş olacaq. Bir də görək başqa nəyimizsə varsa. Baxın, bura baxaq. Müqavimətlər eynidir. Burada 2 r-dir. Burada r-dir. Aşağıda da 2 r-dir. i də bərabər o böl r-dir. i r-dən tərs mütəsibasıdır. Yəni 1 r-dən 2 amper keçirsə, 2 r-dən tərsinə 2 dəfə çox, daha az. 2 dəfə az keçər. 2 dəfə çox yox, 2 dəfə az keçir. Yəni 1 amper. Həm yuxarıdan, həm də aşağıdan 1 amper keçir. Ümumi cəryan şiddətini soruşsa, 2 burada, 1 də biz tapdıq, 4 amper olmuş olacaq. Bu belə uşaqlar. Daha sonra görüm nəsə nümunələri varsa mən sizə deyim. Məsələn 5. 5-də voltmetrin göstərişini istəyir. Voltmetrin göstərişini tapanda, yəni onu tapanda yazacaqsınız EHQ2 çıxılsın IR. Bu da yaxşı məsələdir. Gəlin baxaq. Birincisi i-ni tapaq. i nəyə bərabərdir? i bərabərdir dövrənin ümumi EHQ-sı. Ümumi EHQ necə tapılır? Baxın, müsbət, mənfi. Müsbət, mənfi, müsbət, mənfi. Yəni bu istiqamətdə fırlananda sıra eyni oldu. Müsbət, mənfi, müsbət, mənfi, müsbət, mənfi. Sıra pozulmayıbsa hamısı cəmlənir. Əgər hansındasa sıra pozulsaydı yazardıq o çıxılsın. Amma burada eynidir. Və müqavimətlər. R üstə gəlinsin. Bunların müqaviməti sıra pozuldu, pozulmadı, həmişə cəmlənir. Paralel birləşmədə uşaqlar, əgər bu paralel birləşmə olsaydı, EHQ-lar paralel birləşsəydi bir-birinə, baxın paralel. Bunların EHQ-ları bir-birinə bərabər olmalıdır və bunlar nə toplamırsın, nə çıxmırsın, nə də bir şey eləmirsə, elə birbaşa birinin qiymətini yazsınız. Amma kiçiyirsə sayına bölürsünüz. Yəni paralel birləşmədən tapırsınız. Daha sonra uşaqlar, burada gəlin tapaq. EHQ-nın yerinə 4.5 volt, cəmlədim oldu 4.5, R3-dür və kiçik R-lər daxili müqavimətə 0.5-dir, 3-ü 1-də olacaq 1.5. Deməli aldıq 1 amper. Aha, indi gəlin onu tapaq. O bərabərdir EHQ2. EHQ2 neçə idi? 1.5. Çıxılsın, i vurulsun r. i neçədir? i-ni 1 tapdıq, düzdürmü? i-ni 1 tapdıq. 1 vurulsun 0.5. 1 vur 0.5. Yəni 0.5. Bu da bərabər olacaq. 1.5 çıx 0.5-dən 1 volt. A variantı. Bu məsələyə baxaq. Yazıb mənbənin daxili müqavimətini hesabla. Bu X-a qapanmadır dedik. Bu isə EHQ-da unutmursunuz. X-a qapanmanın da düsturu EHQ bölünsün R-dir. Yəni 48 bölünsün 16-dan 3 ohm almış olacaqsınız. Bir də gəlin 16-ya baxaq, yekunlaşdıraq. Deməli, voltmetrlə ölçülür hər ikisi. Çünki ikisinin də vahidi voltdur. 1 getdi bura. Skalyar kəmiyyətdə ikisi də. 2 də getdi bura. BC-də ölçü vahidi voltdur.
İkisində 3-sə getdi ortaya. Ədədi qiymət isə müsbət vahid yükün qapalı dövrə boyunca hərəkəti zamanı kənar qüvvələrin gördüyü işə bərabərdir. Kənar qüvvələrin gördüyü iş EHQ-dır. Daha sonra ədədi qiymət isə müsbət vahid yükün bir nöqtədən digər nöqtəyə hərəkəti zamanı elektrik sayısının gördüyü işə bərabərdir. O da olacaq təbii ki, gərginlik. 5 də bu. Sağ olun uşaqlar.